Herkese selam. Gördüğünüz bu məhsullar Too Faced Amerikadan gelmiştir. İlk önce səhifəyə yeni qatılanlar varsa demək istəyirəm ki, bizim səhifədə yalnız orijinal məhsullar satılır. Siz burada istədiyiniz saç, üz baxımı və meyka vasitələrini əldə edə bilərsiniz. Həm də ki, direktdə və ya WhatsAppda sizinlə konsultasiyada olunur. Deməli, gələn bu məhsulların içərisində çox gözəl, xonçalıq, ideal seçimlər var. Həm də rəngləri falan o qədər gözəldir ki, sizə qeyd edim ki, bəli, məhsulların keyfiyyəti çox önəmlidir ümumiyyətlə. Amma biz xanımlar həm də ki, görünüşə, məhsulun qablaşmasına da çox önəm veririk. Ona görə də Too Faced məhsullarını məncə bir başqa sevəcəksiniz. Çox gözəl pink rəngdə məhsulları var. İlk öncə sizə göstərmək istədiyim belə bir gözəl bir kosmetiçkadır. Gəlin kosmetiçkanın içərisinə baxaq. Kosmetiçkada çox gözəl printlər əks olunub, hansı ki Too Faced məhsullarının üzərində görürsüz var. Gözəl materialı var. İlk öncə sizə deyim, gravirovkasını görürsüz burada. İçərisi çox genişdir. İçərisinə hər bir kosmetik məhsulunuzu yığa bilərsiniz və qeyd edim ki, təmizlənməsi çox rahatdır, sizi yormayacaq. İkinci göstərmək istədiyim məhsul isə xonçalıq ideal seçimlərdən biri olan Too Faced'in məşhur Ten paletkasıdır. Çox məşhur paletkadır və çox sevilir. Qeyd edim ki, qablaşma və rənglər çox gözəldir. Şokolad paletka da adlanır. Bu paletka belə deyərdim sizə. Belə içərisindən gördüyünüz kimi kartı da var. Gəlin bir içərisindəki rənglərə baxaq. Möhtəşəm rənglər gördüyünüz kimi. Çox sevdim mən bu tonları. Ümumiyyətlə bu tonlarda həm gündəlik makyaj, həm ziyafət makyaj edə bilərsiniz. Sizə indi tenləri çox yaxından göstərəcəm. Bu gözəlliyə bir baxın. Həm mat tenlər, həm zərli tenlər var ki, siz ideal make-up edə biləsiniz. Super bir seçimdir bu Ten paletkası. Sonra göstərmək istədiyim bir məhsul isə Too Faced'in Hangover seriyasından olan bazadır. Baza hansı ki kokonat tərkibli bazadır. Quru dərilisinizsə, üzünüz qabıq verirsə, tonal üzünüzdə qəşəng oturmursa, bu məhsulu istifadə edə bilərsiniz və make-upınız da uzun müddətli olacaq bu məhsulla. Çox gözəldir, həm də qablaşması da gözəldir. Sonraki məhsul isə ümumiyyətlə Too Faced maskaraları ilə çox məşhurdur. Daming Girl seriyasının maskarasıdır bu. Hansı ki kipriklərinizdə çox gözəl həcm verir. Amma qablaşma da möhtəşəmdir. Bunu deməmiş keçə bilmərəm. Çox gözəl kipriklərinizə həcm verir. İdeal saxlayır. Yəni gün boyu kiprikləriniz düşməyəcək. Belə deyim sizlərə. Gördüyünüz bu məhsul isə hər bir xanım istəyir ki, dodaqları dolğun görsənsin. Daha sonra pomada dodağında ideal vəziyyətdə qalsın. Ona görə də məncə hər bir xanımda bu gloss olmalıdır. Bu sadə bir gloss deyil. Dodaqları inyeksiya effekti verən bir glossdur. Hansı ki sanki dodağınızı iynə ilə şişirtmişsiniz kimi gün boyu dodağınız elə qalır. Bəli, inanmaq çətindir, amma bu məhsul bunu məhz edir. Gördüyünüz bu məhsul isə Better Than Sex maskarasının Waterproof növüdür. Kiprikləri gün boyu həcmli saxlayır. Sevilən maskaralardandır gördüyünüz kimi. Yaxından da sizə göstərdim kistiçkasını. Sonra isə belə bir primerdir. Testerdir bu. Gördüyünüz kimi tester göndəriblər bizə. Və ən sevilən məhsullar olan bir karabuçka. Karabuçkaya nələr daxildir? Gəlin baxaq. Too Faced'in ən çox sevilən, bayaq qeyd etdiyim glossun, inyeksiya effekti verən glossun tam boyudur bu setdə. Gördüyünüz kimi. İkinci məhsul isə Better Than Sex maskarası ən məşhur maskarasıdır. Mini boyudur, amma uzun müddət işinizi görəcək. Həm xonçalıq, həm də ki belə ideal seçimdir.